Kürdistan paytaxtında Azərbaycanla dostluq zirvəsi keçirilir. Əminəm ki, indi kimsə düşünür, ora haradır? Belə bir ölkə mi var? Gəlin zehninizdə mənzərəni tamamlamaq üçün bir neçə puzzle-də əlavə edim. Bakının mərkəzində Qoşa Qala divarına Şimali Kiprin bayrağı asılıb. Bu qurumu yalnız Türkiyə tanıyır. Beynəlxalq ictimaiyyət isə həmin qurumu Kipr Respublikasının ərazisi hesab edir. Yəni dövlət içində bir separatçı qurumun Azərbaycanda bayrağı dalğalanır. Məgər bu hakimiyyət illərlə dava etmirdi ki, heç bir ölkənin Arsaq adlı qurum ilə əməkdaşlıq etmə hüququ yoxdur. Növbəti puzzle, Suriyədə hakimiyyəti ələ keçirmiş Colani quldurları üçün Azərbaycanın məktəb tikməsidir. Həmin məktəbdə nə tədris olunacaq? Naşid oxuyaraq travmalın təsirində insan başı ilə basketbol oynamaq? Ümumiyyətlə fikir versəz görərsiniz ki, Azərbaycan qlobal güclərin proksiləri üçün sağmal inək funksiyası yerinə yetirir. Harda bir tanınmamış və anglosaksların istifadəsinə yararlı Kaledoniya, Somaliland, Hobbit yuvası varsa, oranın lojistik xidmətlərini Azərbaycan icra edir. 1990-cı illərdə Türkiyə səfirliyinin işçisi olmuş Fərman Dəmirqolun sözlərini xatırlayırsınızmı? İbrahim Bey dedi ki, mən niyə gəlmişəm? Gəlmişəm ki, Azərbaycandakı PKK'nın militanlarını Azərbaycan mani olsun Fərman Bey. İbrahim Bey deyir ki, PKK'nın liderləri Baküdədir. Yiyir, içir, yatır, kışın gedirlər Ermənistan'a, Azərbaycanda yakalanırlar. Azərbaycan, Kürd terrorçularının yaylağı, Ermənistan isə qışlağıdır. Onlar Azərbaycanda hərbi təlimlər keçirlər. Yaxud Heydər Əliyevin Çeçen bayeviklərini Azərbaycanda müalicə etdirməsini xatırlayırsınızmı? Bilirsiniz, mən nətər deyərlər, etiraf etmişəm ki, və bunu Moskvada Prezident səlahiyyətlər Rusiyada həyata keçirən Putinə demişəm ki, bizdə Çeçenlər, yaralı Çeçenlər var. İndi özünüz düşünün. Azərbaycanın həqiqi sahibi kimdir? Kisəti nəslindən gələn Müzəffər Burun, yoxsa qlobal güclər?